أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على سيدنا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي اللهم أرنا الحق حقا وارزقنا الاتباع إليه اللهم أرنا الباطل باطلا وارزقنا الاجتناب عنه أما بعد السلام عليكم ورحمة الله وبركاته. Bizi yaradan, bizi yoktan var eden, bizleri nimetlere kavuşturan, bize sonsuz hemşanlar olsun ki bizi bir daha özünə cəm etdi, topladı, öz rızası üçün biz araya toplaşmağı bizlərə nəsib elədi. Bu həqiqətən də böyük bir nimətdir. Bir insana Allah Azze ve Celle nəsib etdirməzsə, bu qapının ağzından, məscidin qapısının ağzından milyon dəfə keçsə də bu nimətə çata bilməz. Deməli, bu nimətlə bizlərə qovuşduran, müvəffəq edən, aləmlərin Rəbbi olan Allahdır. Nə qədər şükür etsək, yine şükründən aciz qalır, dəyərli qardaşlarım. Keçən günə xatırlayırsınızsa, İmam Qazali Rəhmətullah Aleyhin Əyyühəl Vələd adlı bir əsəri var, məşhur bir əsərdir. Tələbəsinə yazdığı bir nəsihətdir, orada qalmışdır. Sonuncusu buydu ki, bir insan nə qədər elm təhsilimizdə, elm öyrənsə, nə qədər kitab oxusa, bildikləriyle amil olmadıkça, əməl etmədikçə, o öyrəndiklərinin həmin insana faydası olmayacağını bildik. Yaxşı bil ki, çalışmayınca din yolunda getmək sənin üçün çətin olsa da, din yolunda olmadığı müddətcə sevap qazana bilməyəcəksən. Bəni İsrail'dən birisi çox illər ibadət etmişdir. Allah-u Teala bunun ibadətlərini mələklərə göstərmək istədir. Yanına bir mələk göndərib belə buyurur. Belə buyurur. Daha nə qədər ibadət edəcəksən, cənnətlik olmadın mı? Həmin abid də cavab verir ki, mənim vəzifəm qulluq etməkdir, ibadət etməkdir, əmr sahibi odur. Mələk bu cavabı eşidincə, ya Rabbi, sən hər şeyi bilənsən, o qulunun cavabını da eşitdin dedi. Və bunun anlaşıldığı üzrə Allah Azze ve Celle'də ayətlərdə var, Rabbəkə həttə yətkilərini sənə gələnə qədər Rəbbini ibadət edin. Kişi oradan şeydir, oradan da son nəfəsə qədər, Rəbbimizlərə son nəfəsə qədər gözəl şəkildə ona ibadət etməyi bizlərə nəsib eləsin. Peyğəmbərimiz Muhammed Aleyhisselatü Vesselam buyurur, ahirətdə hesaba çəkilmədən öncə dünyada ikən özünüzü hesaba çəkilir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nəfs mühasibəsini bizə verir. Yəni, hər nəfis sabahı üçün nə hazırlanana baxsın. Ahirət yoluna getmədən öncə gördüyün bu dünyadakı faydalı və sənin ahirətdə əlində olan əməlləri bir görməyə lazım. Mən hansı yoldayım? Hak yoldayım, yoxsa cahil yoldayım? İyi ibadətdə renkli şəkildə, vasıtı bu deyil. Çox önemli. İxlas olmayan sözlərdə dünyalar qədər üç görməyə çalışsaq da Allah heç bir dəyəri yoxdur. Allah tarafından değerli olması için ne lazım yapmışlar? bize bir şey akıl geldiğinden olursa da. Gelen puludur. Ali radiyallahu anh buyurdu. Yani çalışmadan
cənnətə qovuşacağını zənn edən kimsə xəyala qanır. Çalışaraq da qazanacağını düşünən, özünü yorması və ibadət müsəkkətlərinə yüklənməsi lazımdır. Ali radiyallahu anhın tələbəsi olan Hasan Basri rahmetullah aleyh deyir ki, ibadət etmədən Allah-u Teala'dan cənnət istəmək böyük günahdır. Yəni, bu Allah-u Teala'nın sevmədiyi bir şeydir ki, çalışmadan bir şey istəmək. Yəni, sən bədənli yoracaqsan, Allah Azze ve Celle sənə o işdən müvəffəq edəcək. Peyğəmbərimiz də bir hədis şərifdə buyurur ki, ağıllı kimsə o kimsədir ki, öz nəfsini hesaba çəkər və axirət üçün hazırlıq görür. Axirət üçün hazırlıq görmədən sən cənnəti istəməli xəyala baxın. Yəni, sən arxa əkib də bolda mı istəmir? Və yaxud da sən heç nə əkmədən nəsə içəcəyini zəhmdir. Allah göstərməsin, bu da müsəlman olan kimsənin etməyəcəyi bir haldır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədis şərifində belə buyurur ki, ağıl sahibi neynəməlidir? Axirət üçün çalışar, axmaq kimsə isə nəfsinin arzularına qapılır, cənnətə girməsi üçün dua edir. Halbuki, cənnətə girmək sadəcə quru-quru istəməklə olur. Elm öyrənmək və kitab oxumaq üçün gecələrini fəda etdi və çox şirin yuxularını özünə haram elədi. Bu qədər əziyyəti nə üçün etdi? Elm öyrənməkdən məqsədidir. Əgər dünya mənfəətini toplamaq, şöhrət, mövqe sahibi olmaq və müsəlmanlara böyüklük göstərmək idisə, sənə qeyl olsun, sənə yazıqlar olsun. Çox aldanmışsan, özünü əzaba sürükləmişsən. Yox, əgər məqsədin İslamiyyətə və Muhammed Aleyhisselamın dininə yardım etmək və əxlaqını təmizləmək və nəfsini qırmaq idi isə, sənə müjdələr olsun. Deməli, onun dilini öyrənərkən də onun dilinə xidmət etmək, onun dilini yaymaq və öz nəfsini təmizləmək və əxlaq-ı Muhammediyyə ilə öz əxlaqını əhvallandırmalıdır. Gələcək saadət-i əbədiyyə qovuşmaq sadəcə quru-quru istəməklə deyil, Allah yolunda çalışmaqla olur. Keyfinə görə yaşa, fəqət bu yaşaman uzun sürməyəcək. Bir gün əlbəttə öləcəksən. Gecə-gündüz düşündüyün, möhkəm sarıldığın ləzzətlərdən əlbəttə ayrılır. Bu sevdiyimiz paltarlarımız, bu sevdiyimiz yaxlarımız, bu sevdiyimiz yuxularımız, bu sevdiyimiz yeməklərimiz hamısından bir gün ayrılacaq. Bu dünyada qoyub gedəcək. Bu bir həqiqət. Ola bilər ki, bunu özümüzə yaraşdırmasaq, istər gəl olar, istər yaşlı olar, istər gələn. Bir gün bu ölüm nəfəslərimiz sayılıdır, günlərimiz sayılıdır, ömrümüz sayılıdır. Bu qədər sayıların içində heç ölməyəcəkmiş kimi yaşamağımız əlbəttə Allah'ın. Bu ləzzətlərdən, saydığım ləzzətlərdən əlbəttə ayrılacaqsan. Dünyanı neyini sevirsən, sev, hamısına bir gün fəda edəcəksən. Əlindən gələni et. Fəqət unutma ki, hər etdiyin bir hesabını verəcəksən. İstər yaxşılıqlar et, istər günah et, fərq etməz. Allah Azze ve Celle katında etdikləriniz hamısının qarşılığını Allah Azze ve Celle sağlayır. Bu dünya bir markete bənzər. Aldığın şeyləri çıxanda hesabını kasıb ödəməlisin. Dünya həyatda belə. Marketdən nəsə götürdüksə, nəsə faydalanırsa, muhakkak ki onun hesabını verməlidir.
Ali radiyallahu anh'ın gözəl bir sözü var. Halalların hesabı haramın cəzası olur. Yəni, halallardan belə biz hesaba çəkiləcək. Onun belə hesabını verəcək. Kırılmıyor be. Bizim olduğu sayıdan Atveş de hatırlıyor. On birinci nəsiyyətdə İmam Qəzali rəhmətullahi aleyh görür ki, iman edəcək şeyləri ağıla uydurmağa çalışmaq. Yəni, Allah Azze və Cəllə əgər bir əmr etmişsə bizlər üçün, bu əmri öz ağılımıza uydurmaq. Allah Azze və Cəlləni əmrə uydurmaq, öz ağılına uydurmaq. Allah göstərməsin, bu günümüzün bəlalarından biri qardaşlar. İnsanlar artıq Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sözlərini necə sayarlar. Allah Azze və Cəllə Quranda belə buyurur. Mən bunu belə anlayıram, belə başa düşürəm kimi sözlər sərq edərək əslində din-i cəlil İslam'a tərs bir iş görməyə çalışırlar. Misal üçün, namaz qılmaq, Allah Azze və Cəllə bir namaz qılır, bir onun namazdan məqsəd dua edir. Mən gündə 5 dəfə dua edir. Və yaxud da oruç tutub, təhriz saxlar, orucu təhriz qılmaq. Öz anladığı şəkildə, öz beyninə uyğun şəkildə anlamağa çalışır. Halbuki Allah Azze və Cəllə və onun Resulü sallallahu aleyhi və səlləmi risalətinə baxmaq lazımdır. Birini digərindən ayırdığımız zaman din Quran-ı Kərim tam anlaşılmır.
və yaxud da dinsizlərlə, cahillərlə münaqişə edib onların pis fikirləri ilə məşğul olmaq, Quran-ı Kərim öyrənmədən və namazı, dəstəmazı, orucu, fərzləri, haramları oxumadan, bilmədən çalışmaq, yəni pul qazanmaq. Yəni, ticarətçi də halalı, haramı bilməlidir. Əgər ticarətlə məşğul olursansa, öz Allah Azze və Cəllənin sənə qadağan etdiyi halalı, haramı, ticarət əxlaqını öyrənməlisən. Və dünyavi mənfəət üçün elmlər öyrənmək. Bu nə olaraq adlandırır? Döndürüb boşa xərcləmək adlandırır ki, əgər işin içində Allahın rızası yoxdursa, o öyrəndiyin elmdə, o sənin lehinə deyil də əleyhinə olacaq. Allah-u Teala and içirəm ki, İsa Aleyhisselamın İncilində oxudum. Bir kimsəni tabuta qoyduqdan məzara qoyana qədər Allah-u Teala ona 40 sual soruşacaq. Birincisi, ey qulum, yaşadığın qədər dünya üçün bəzəndin. Hər kəsin bəyənməsi, hörmət etməsi üçün bir çox şeylər öyrəndin. Mənim əmr etdiyim şeyləri də öyrəndinmi? İstədiklərimi edib, haram etdiklərindən qaçındınmı deyə soruşur. 12-ci nəsihətdə Allah-u Teala sənə hər gün soruşur. Başqaları üçün niyə bu qədər çalışırsan? Görmürsənmi ki, təpədən dırnağa qədər mənim yaxşılıqlarım ilə, ehsanlarım ilə örtülürsən. Fəqət sən bunu eşitmirsən. Uşaq dünyaya dalıb ətrafını görmədiyi kimi dünya zövqləri, nəfsin arzuları səni kar və kör etmişdir. Onun üçün həqiqətən də uşaq necə oyuna daldığı zaman hər şeydən uzaqlaşır, ancaq oyuna yönəlirsə, dünya həyatı da ona bənzəyir. Elm öyrənib də bunu istifadə etməmək dəlilikdir. Elmsiz əməl də yanlış olan, qəbul edilməz. Elm öyrən və ibadətdə qüsur etmə. Ateşdə sonsuz yanmaqdan bu ikisi insanı qurtarar. Bugün səni günahdan qorumayan və ibadətə sövq etməyən elm, sabah səni cəhənnəm ateşindən də qorumaz. İbadət edərək keçmiş günahlarının əfv etməzsən, qiyamətdə əlin və dilin aciz qaldığı zaman, Ya Rabbi, bizi geri dünyaya göndər. Bütün ömrümüzü ibadətlə keçirək, deyənlərdən olarsan. Fəqət, ey axmaq, oradan geri dönən oldu mu? Yəni, dünyadan geri dönən oldu mu? Deyil. Yəni, o gün etdiyi pisliklərin çox olub, faydasız olduğunu görən nə deyəcək? Qalə Rabbir ci'uni. Ey Rəbbim, məni dünyaya göndər, salih əməl işləyib, sənin yoluna sədəqə verir. Halbuki Allah Azze və Cəllə can dolazı gəldiyi zaman nə bir an geri qalar, nə bir an irəlidir. Əcəlin gəldiyi an artıq dünyaya qayıtmaq kimi bir şansın, imkanın olur. Dua istəyən qardaşlarımız var, qardaşlar. Qan lazımdır. Bir qardaşımıza qrupundan asılı olmayan qan lazımdır. Digər qardaşımıza 2 müsbət qan lazımdır. Hər kim qan bulmaq istəsə bizə müraciət edə bilər. Namazdan sonra cənazəmiz var, 2 cənazəmiz var. Allahın izni. Namazdan həmən sonra qanırıq. Bir müddət gözləyirik, ondan sonra qanırıq. Bizdən dua istəyən müsəlman bazı qardaşlarımız var. Evində, ailəsində, işində sıxıntısı olan qardaşlarımız var. Allah Azze və Cəllə işində sıxıntısı olanlara xeyirli, bərəkətli işlər nəsib eləsin. Onların işlərini asanlaşdırsın. Bizim əskərlərimiz var. Öz cəhdədərlər. Bilir ki, düşmən heç zaman durmayacaq. Biz müsəlman olduğumuz üçün bizlərlə hər zaman hərb edəcəklər.
orada əziyyət çəkən, soyuqda duran qardaşlarımız var, əsgərlərimiz var, zabitlərimiz var. Allah Azza və Cəllə onları qorusun, onları hifz eləsin. Düşmənin məhkəli siyasətindən qorusun. Bir anamız var, onkoloji xəstədir. Bizdən dua xahiş edirlər. Allah Azza və Cəllə xəstə olan müsəlman bacı qardaşlarımıza acil, kamil şifalar versin. Övladı olmayanlar var, övlad qarşısında olan bacı qardaşlarımız var. Rəbbim onlara da xeyirli, salih zürriyyətlər nəsib eləsin. Subhanəkəllahumma və bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və nətubu ileyk.